Dostlar, axır ki gəldi. 212 artıq Bakıdadır. Neçə vaxtı gözləyirik, o qədər ki, sizdən mesaj alıram. Çox təşəkkür edirəm. Ümumiyyətlə bu mənə qarşı olan belə sevgiyə, bu rəğbətə, bu inanca mı deyim. Axır ki 212 gəldi. Mən bunu Kitayda sürmüşdüm, mən onu sizə göstərmişdim və bu hər gün alışdığım doğma, uzun illərdir eyni yolları getdiyim Bakı küçələrində artıq bir neçə maşından eyni küçədə hansı latokda, hansı çökəkdə avtomobilin nə cür keçdiyini əzbər bilirəm. Mənə çox maraqlı idi ki, Kitayda mən bunu düz yolda sürmüşdüm. Görəsən bu Bakıda, bu çökəkliklərdə nə cür gedəcək? İnanın mənə, mən bunu sürəndən sonra buna təzədən aşiq oldum. Yəni mən inanmırdım bu belə keçəcək, bu çökəkliklərdən belə yumşaq, belə rahat aşiq oldum. Yəni mənim dövrümdə Mahsun Kırmızıgül'ün bir mahnısı vardı. Deyirdi: "Sevdim seni çok sevdim." Mən bunu çox sevdim dostlarım. Mən bunu çox sevdim və mən ardıcıl bir neçə video çəkəcəm. Hal-hazırda videoqrafımız yoxdur. Hal-hazırda əl telefonu ilə çəkirəm bunu, cib telefonu ilə və mən bunu istəyirəm ki, Xammerlə müqayisə eləyim və öz fikirlərimi izah eləyim sizə. Bu avtomobilə mən istəyirəm ki, bir kult yaradım Azərbaycanda. Nətər deyim, bunu sevənlər, hansı ki, mən illərdir ki, mən bir Gelenwagen xəstəsiyəm, amma ona heç vaxt mənim imkanım çatmayıb. Mən Defenderi çox sevirəm, amma heç vaxt ona bir imkanım çatmayıb. Mən Uazı çox sevirəm, amma o qədər maşın lütdür ki, adam istəyir ki, biraz da komfort olsun da. Axır ki, Xammer heç də Xammeri sürürəm, amma onun yenisi çox bahadır, yenə gücüm çatmır. Axır ki, mənim istəyimi bir yerdə düzəltdilər. Əfsanə, kult yenidən doğuldu və biz çalışacağıq ki, inşallah bu əfsanəni Azərbaycanda canlandıraq. Mən nəyə görə biz deyirəm? Çünki mən istəyirəm ki, bunu sizinlə eləyim. Sanki bir qrup kimi, bir klub kimi bir fəaliyyət göstərəcəyik ki, bunu sevənlər, yəni bu ticarət işi olmasın da. Yəni ki, qiymətlər minimum, ehtiyat hissələri minimum qiymətlə, birbaşa zavoddan, ondan sonra servis minimum qiymətlə, ondan sonra istənilən texniki dəstək hər hansı bir telefonla, əgər ki, rayonda bir adam qalıbsa, verilməsi. Bu və ya digər kimi dəstəklərlə bir yerdə istəyirəm ki, bu bir kluba çevrilsin. Bunu sevənlər bunu sürə bilsinlər. Yəni, bunun üçün ardıcıl videolar çəkəcəm və yenə də deyirəm, üzrlü sayın əgər texniki bir nasazlıq olarsa, çünki əl telefonundan çəkirik. Hələ ki, bu qədər videolarım davam edəcək.